Müəllimlər, hər vaxtınız xeyir olsun. Bu sual tərtib etdiyim sınaqların birində saldığım suallardan biridir. Ödənişsiz qrupuma təkrar yönləndirdiyim halda diqqət etdim ki, bu test haqqında hələ də müəllimlərə qaranlıq qalan məqamlar vardı. Düşündüm ki, ekran videosu edim, YouTube kanalıma yerləşdirim. Bütün MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz faydalansın. Testin sualını oxuyuram. Yivli birləşmələrin növləri hansılardır? Öncə mövzuya qısa da olsa giriş edim, izah edim, daha sonra testə keçid edərəm. Yiv nə idi? Yiv silindrik səthin daxilində və xaricində açılmış qanovcuqdur. Bəli, yiv qanovcuqdur. Harda açılmış qanovcuqdur? Silindrik səthin daxilində və xaricində açılmış qanovcuqdur. Müəllimlər, diqqət edin, zaten bu dərsin mahiyyəti bundan ibarətdir. Bir neçə məqam sadalayacağam və bu ayrı-ayrı məqamların elə cavabları da ayrıdır. Biz bu məqamların cavablarını eyniləşdirə bilmərik. Ayrı-ayrı məqamlar və ayrı-ayrı cavabları vardır. Deyirəm ki, yivlər neçə cür olur? Yaxud deyirəm ki, burumlarının istiqamətinə görə yivlər neçə cür olur? Deyirəm ki, yivin əsas elementləri, daha sonra yivli birləşmələrin əsas elementləri, daha sonra yivli birləşmələrin növləri. Baxın, sadaladığım ayrı-ayrı məqamların hər birinin ayrılıqda cavabları var və biz götürüb o məqamların cavablarını eyniləşdirə bilmərik. Yəni, necə deyərlər, köklü bir səhvə yol verərik. Desəm ki, yivlər neçə cür olur? Deyəcəyik ki, 2 cür olur. Daxili və xarici yivlər. Adından məlum olduğu kimi, silindrik səthin daxilində açılan yiv, daxili yiv. Yenə deyirəm, baxın, açar söz elə özündədir. Silindrik səthin xaricində açılmış yiv, elə xarici yivdir. Bəli, sual versəm, yivlər neçə cür olur? Deyəcəksiniz, daxili yiv, xarici yiv. Bəli, 2 cür olur. Yox, sual versəm, burumlarının istiqamətinə görə yivlər, deyəcəksiniz, sağ yivlər, sol yivlər. Sahad əqrəbi istiqamətində fırladılan, açılan yivlər, sağ yivlər, sahad əqrəbinin əksi istiqamətində fırladılan, yəni sahad əqrəbinin əksi istiqamətində açılan yivlər, sol yivlərdir. Diqqət etdinizsə, deyirəm, yivlər neçə cür olur? Cavablandırdıq 2 cür. Daxili yiv, xarici yiv. Yenə deyirəm, burumlarının istiqamətinə görə yivlər neçə cür olur? Dedik 2 cür. Sağ yivlər, sol yivlər və hər biri də nə deməkdir? Onu da dedik. Daha sonra deyirəm, yivin əsas elementləri. Bəli, yivin əsas elementləri onun daxili diametri, orta diametri, xarici diametri, yivin addımı, yivin uzunluğu, yivin dərinliyi. Müəllimlər, sadaladığım bütün cavablar hamısı yiv deyir ya, qanovcuq. Həmin qanovcuğun əsas elementləridir. Yivin əsas elementləri olacaqdır. Bəli, yivin əsas elementləri deyərkən cavabımız daxili diametr, xarici diametr, orta diametr, dərinlik, yivin uzunluğu, yivin addımı, hər biri həmin o qanovcuğun, yivin əsas elementləridir. Yox, desəm ki, yivli birləşmələrin əsas elementləri, bu zaman deyəcək bolt, mil, vint, şayba, qayka. Bəzən müəllimlərin ən çox qarışdırdığı məqam elə bu hissədir. Sual verirsən, yivli birləşmələrin növləri, müəllimlərimiz deyirlər ki, bolt, mil, vint. Xeyr, müəllimlər. Biz yivli birləşmənin növlərini sual verərkən, yəni onun cavabında heç vaxt təkcə bolt, mil, vint deməyəcəyik. Mütləq ki, deməliyik. Bolt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Sual verəcəksiniz müəllimə niyə? Çünki mən soruşuram ki, yivli birləşmələrin növləri. Mən sizlərdən birləşmənin adını istəyirəm. Hansı birləşmənin? Hansı ki, həmin o birləşməni təşkil edən, həmin o məmulatı təşkil edən detallar,
ya volt vasitəsilə birləşdirilib, ya mil vasitəsilə, yaxud da vint vasitəsilə. Həmin birləşmənin adını soruşuram ki, birləşmənin adı nədir? Cavablayacaqsınız ki, deyirəm, yivli birləşmələrin növləri hansılardır? Deyəcəksiniz, volt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Yox, əgər təkcə deyərəmsə, volt, mil, vint, bu artıq, yəni onların adını müəllimlər təkcə deyərkən, biz sadəcə detalın adını deyirik, həmin elementin adını deyirik. Yəni, həmin o birləşməni, həmin detalları birləşdirən elementin bərkidici detaldan danışırıq. Deyirəm ki, yivli birləşmənin növləri hansıdır? Müəllimə deyəcək, volt, mil, vint. Xeyr, müəllimlər, bu doğru cavab deyil. Sadəcə volt, mil, vint deyəriksə, bu artıq birləşmə deyil. Həmin birləşmənin elementləridir. Birləşmənin növlərini soruşarkən cavabımız belə olacaq. Deyirəm, yivli birləşmələrin növləri hansıdır? Cavablayırıq. Volt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Yox desəm ki, yivli birləşmənin əsas elementləri hansıdır? Bəli, həmin o sadaladıq yivli birləşmələr. Deyirəm, indi o birləşmənin əsas elementləri hansılardır? Yəni, əsas detalları hansılardır? Deyirik, volt, mil, vint, şayba, qayka. Bəli, volt özü təklikdə, müəllimlər, bir elementdir, birləşmənin elementidir. Mil özü təklikdə bir elementdir, birləşmənin elementidir, bərkidici detaldır. Yəni, həmin o yivli birləşmənin əsas elementləri ayrılıqda bir detallardır. Yivli birləşmənin əsas elementləri soruşarkən 5 dənə sadalayacaq. Volt, mil, vint, şayba, qayka. Yox, yivli birləşmənin növlərini soruşaramsa, bəli, deyəcəksiniz, volt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Yəni, daha rahat yadda saxlamaq istəyirsinizsə, mahiyyətini o qədər də anlamaq istəmirsinizsə, daha yadda qalan olsun deyə, desəm, yivli birləşmələrin növləri, baxın, növ 3 hərflidir. Yəni, 3 növü var. Deyirik, volt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Amma yivli birləşmənin əsas elementləri deyəriksə, onda 5 dənə sadalayacaqsınız. Deyirik, volt, mil, vint, şayba, qayka. Deməli, müəllimlər, testimizin də cavabı yəqin hər birinizə məlum oldu. Yivli birləşmələrin növləri hansılardır deyiriksə, yəni A variantını yox, müəllimlər, volt, mil, vint deyil, B variantı, volt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Belə müəllimlər, İnşallah ki, hər biriniz üçün anlaşılan oldu. Qaldı ki, o voltdur, mildir, vintdir, şaybadır, qaykadır. Bunlar da açar sözlərlə çox yadda qalan olur və inanıram ki, hər birinizə aydın bir məqamlardır. Çünki o hissələr çox anlaşıqlıdır, rahat öyrənilir. Oldu, Allaha əmanət olun. Kanalımdakı videoları bəyənib, abunə olmağı unutmayın ki, yeni dərs videolarımdan xəbərdar olasınız.